Çıxıb deyir ki, 60 min iş yeri boşdur. Bu nə demək? Bu insanları ələ salmaqdır. Necə 60 min iş yeri boşdur? Yəni Amerikada belə işsizlərin bəlli bir faizi var filan, amma bu deyir bizdə biz qətərik də, qıraqdan onu deyir, qıraqdan işçi gətirək. Yəni bu insanlar, bax görün datalar nə qədər şişirdilir, özlərini nə qədər aldadır, özlərini nə qədər o əhali ilə reallıq hiss etib ki, çıxıb deyir ki, 60 min bizim iş yerimiz boşdur. 60 min, qardaş, bu bəs onda bütün gün o iş axtaranlar, dələduzların tələsinə düşənlər, öz kəndlər boşalıb. Hesabatlara görə səhv eləmirəmsə 300 ya 400 kəndin əhalisi boşalıb, yoxdur, kənd boşdur. O ruh kəndlər deyilə, o vəziyyətə düşüb. Gənclər yoxdur kəndlər. Onda onlar nəyə gəlib işləmirlər? Və yaxud da ya bununla bağlı Səniz xanım, yürüdülən səhv iqtisadi yanaşma. Baxın, ancaq Bakıda inkişaf gedir. İnkişaf deyəndə o da 5-6 adamın əlindədir. Regionlarda indi Aydın bəy dedi, regionların inkişaf proqramı milyardlarla pul xərcləndi. 4 dənə səhv eləmirəmsə proqram tətbiq olundu. Hansı regionda iş yerləri açıldı? Hansı regionda gənclərin məşğul ola biləcəyi, istehsal edə biləcəyi, ürətə biləcəyi bir müəssisələr yaradıldı? Varsa yazsınlar. Yoxdur, iş yerləri zaten yoxdur. Bir taksi fəaliyyəti var idi. Bir 60 min adam işləyirdi. Ağıllı Ayna rəhbərliyi də gəldi. Hesabat datalar yeni hazırladı. Sən demə 25 min yetərliymiş. Bax onlarda da kəsirə və nə oldu deyirlər, tıxac oydu.